Salam, biz əvvəlki dərsimizdə atomun tərkibi haqqında məlumat vermişdik. İndi isə orbital nədir? Pauli prinsipi, Hünd qaydası, energetik səviyyələr haqqında məlumat verək. Baxın, orbital elektronların atom nüvəsi ətrafında tapılma ehtimalının yüksək olduğu sahədir. Əsas orbitallar formalarına görə qrupa bölünür. S orbitalı kürə şəklindədir. Fikir verin, kürə şəklindədir. P orbitalı 8-ə bənzəyir və yaxud da qantil şəklindədir deyə bilərik. Fəzada 3 fərqli istiqamətdə yerləşir. D orbitalları güc C-nə bənzəyir və bu artıq 5 fərqli növü var, 5 fərqli formada yerləşir. Ən mürəkkəbi isə F orbitalıdır. Qeyd edək ki, orbitallar nüvə ətrafında təbəqələr yaradır. Bu təbəqələrin enerjisi fərqləndiyi üçün energetik səviyyələr adlanır. Və qeyd edək ki, səviyyələrin hər biri yarım səviyyələrdən ibarətdir. Birinci energetik səviyyədə S, ikinci energetik səviyyədə S və P, üçüncü energetik səviyyədə S, P, D, dördüncü energetik səviyyədə isə S, P, D və F yarım səviyyələri olur. İndi isə gəlin belə yadımızda saxlayaq. Baxın, birinci təbəqədə yalnız bir hərf, ikincidə 2 hərf, üçüncüdə 3, dördüncüdə 4 hərf. Bina şəklində baxsaq, baxın, bu fikir verin, bizim binamızda mərtəbələr var. Baxın, birinci mərtəbə, ikinci mərtəbə, üçüncü mərtəbə və dördüncü mərtəbə. Fikir verin, burada hər mərtəbədə S yerləşir. P artıq ikinci mərtəbədən başlayaraq yerləşir. Baxın, burada da qeyd etdiyimiz kimi. Bayaq dedim, birinci mərtəbədə S, baxın, ikincidə artıq S də var, P də var. P nədir? 3 fərqli istiqamətdə yerləşdi. Sonra üçüncü mərtəbədə həm S var, həm P var, həm də D otağı var. Baxın, sonra gəldik dördüncü mərtəbə. Dördüncü mərtəbədə artıq ən mürəkkəb formadır. Həm S, həm P, həm D, həm də F otaqları var. Yaxşı, bəs bu otaqlar nədir? Mərtəbə nədir? Biz niyə belə danışdıq? Gəlin, mən sizə burada Pauli prinsipini izah edim. Baxın, Pauli prinsipində nə idi? Atom daxilində bütün kvant ədədlərinin qiyməti eyni olan 2 elektron mövcud ola bilməz. Və hər orbitalda maksimum 2 elektron ola bilər və onlar da, o elektronlarda spinləri əks istiqamətli oxlarla göstərilməlidir. Baxın, yəni eyni istiqamətli ola bilməz, əks istiqamətli oxlarla göstərilməlidir. Misal, Lord dildə izah edəcəm. Daha sonra Hünd qaydası var. Hünd qaydasında nə deyilirdi? Deyilir ki, elektronlar eyni energetik yarım səviyyə daxilində daha çox orbital tutmağa çalışır. Və indi biz buna baxaq. Demək, tutaq ki, siz getmişsiniz hər hansısa bir yerə qonaq. Və burada P otağı var. P otağında, baxın, dediyək P3 fərqli formada yerləşir P orbitalı. Baxın, burada 3 çarpayı var. Və burada hər çarpayda uşaqlar gəldiksə, tutaq ki, 3 uşaq gəldi, onlar hər biri özləri üçün rahat yer tapacaqlar. Heç biri sıxışmağı sevmir. Yəni, hər biri tək şəkildə özünə rahat yer tapıb yatacaq. Daha sonra növbəti gün görürsünüz ki, tutaq ki, bura əlavə yenidən qonaqlar gəldi. Artıq axı burada yatmağa digər çarpaylar yoxdur. Onun üçün məcburən artıq uşaqlar nə edəcək? Ayaqbaş şəkildə yatacaq. Burada nə oldu? Gördünüz? Həm Hünd qaydasını müşahidə etmiş olduq. Hansı ki, Hünd qaydasında nə idi? Deyirdi ki, hər birində tək-tək yerləşməlidir elektronlar. Sonra isə artıq Pauli prinsipinə görə əks istiqamətdə deyirik, elektron spinləri əks istiqamətdə oxlarla göstərilməlidir. Baxın, burada da uşaqlarla mən sizə göstərməyə çalışmışam ki, əks istiqamətdə yatırlar. Amma əvvəlcə heç bir uşaq bu şəkildə yatmağı istəmirdi. Hamı özü üçün rahat bir yer tapmışdı. Fikir verək, bir də sonuncu şəklimizdə. Deyir ki, baxın, pozuntu uşaqlar sıxışmağı sevmir. İlk anda dediyim kimi, baxın, uşaqlar neynədilər? Gedib tez özlərinə tək-tək yer tapdılar. İndi isə gəlin bir neçə elementin elektron konfigurasiyasını yazmağı öyrənək. Baxın, burada verilən hidrogendir. Hidrogenin sıra nömrəsi 1 idi və 1s1 kimi qeyd ediblər. Mən ondan sonra gələn elementi yazacağım. Helium. Biz axı dedik ki, birinci təbəqədə yalnız S, 2-də SP, 3-də SPD, 4-də SPD, F orbitalları yerləşir. Və S-də bir orbital var. Bu orbitalda 2 elektron yerləşə bilər maksimum əks spin olan 2 elektron. Baxın, burada əgər bir dənə elektron olsa, bu yarım dolu vəziyyətdir. Yox, əgər 2 elektron olsa, tam dolu vəziyyətdir. P-də isə 3 orbital var. Burada əgər hər birində 1 elektron olsa, yəni 3 elektron olsa, bu yarım dolu vəziyyətdir. Yox, əgər bütün orbitallarda cüt elektron olmuş olsa, 6 elektron olsa cəmi, bu tam dolu vəziyyətdir. D-yə baxıram, D-də 5 orbital var.
Hər birində tək-tək bir elektron yerləşmiş olsa, bu yarım dolu vəziyyətdir. Yəni 5 elektron olacaq. Yox, əgər hər bir orbitalda 2 elektron olsa, yəni 10 elektron olsa ümumiyyətlə bu tam dolu vəziyyətə keçmiş olacaq. F-də də həmçinin 7 orbital var. Əgər 7 tək elektron yerləşmiş olsa, burada olur yarım dolu vəziyyət, 14 elektron olsa tam dolu vəziyyət olacaq. Heliumun sıra nömrəsi 2-dir. Burada biz axı binadan danışdıq, dedik ki, uşaqları yerləşdiririk. Fikir verin, 2 uşağı yerləşdirməliyik. Yəni 2 elektronu yerləşdirməliyik. Birinci nə gəldi? Birinci mərtəbədə S otağı var idi. Və burada maksimum 2 uşaq yerləşə bilərdi dedik. 2 elektron yerləşə bildi. Baxın, oldu 1s üstü 2. Sonra karbonu verib, mən sıra nömrəsi 8 olan oksigeni yazacağam. Baxın, oksigeni yazanda birinci təbəqədə yalnız S var idi. Orada maksimum 2 elektron yerləşə bilərdi. Mən burada 8-ini yerləşdirməliyəm. Gəlirəm ikinci təbəqəyə. 2-də yenə birinci S gəldi. Orada maksimum 2 elektron yerləşə bilər. Görürəm ki, 4-dür, hələ 8 tamamlanmayıb. Demək ki, ikincidə P də açılır. Artıq burada mən neçə elektronu yazsam 8 tamamlanar? Əlbəttə ki, 4. Bir də onu qeyd edim ki, baxın, burada 1s üstü 2 yazdıq, düzdürmü? Baxın, burada qarşıdakı rəqəm dövrü göstərir. Qüvvətdəki isə göstərir qrupu. Yəni, bu birinci maddəmiz heliumumuz, birinci dövr, ikinci qrupda yerləşdir. Və əsas yarım qrupda. Harada D-ni görsəz, bilin ki, o zaman əlavədir. Yəni, ondan 30-dan sonraki elementləri sizə vermir. Baxın sonra. Burada valent elektron isə bu hissədir. 2s, 2p4-dür. Baxın, ikinci dövr. Qarşıdakı rəqəm dövrü göstərdi. İkinci dövr. Qrupa baxanda isə artıq cəmləyirəm. 2 üstə gəl 4, 6. Əsas yoxsa əlavə? Əlbəttə ki, əsas yarım qrup. Deyirik ki, ikinci dövr 6-cı qrupdur. Amma əsas yarım qrup olduğuna görə A yazırıq. Sonra natriumu verib, sıra nömrəsi 11-dir. Mən sizə sıra nömrəsi 12 olan maqnezium yazacağam. Maqnezium 12, indi burada 12 elektronu gəlin yerləşdirək. Birinci təbəqə gəldi. Orada 2 elektron yerləşə bilər. Bu təbəqə doldu. Keçirəm ikinciyə. 2s üstü 2. Sonra görürəm ki, hələ mən 12-ni axı yerləşdirməmişəm. Demək 2p gələcək. P-də maksimum 6 elektron yerləşə bilər. Yerləşdirdim, ancaq hələ dolmayıb. Üstləri cəmləsəm mənə 10 verir. Demək ki, 3-cü təbəqə açılacaq. 3s, S-dən neçədən elektron ola bilərdi? 2. 2-ni yazanda gördüm ki, 12 tamamlandı. Sonra gəlirəm. Burada xloru verib, sıra nömrəsi 17-dir. Gəlin biz düşürdü yazaq. Sıra nömrəsi 16 olan. 1 S üstü 2. Gəldik 2 S üstü 2. 2 P üstü 6. 3 S üstü 2. Baxın, indi 16-ya tamamlamaq istəyirəm axı. Neçə olmalıdır? 3 P üstü 4. Gəlin baxaq. Bu valent elektronuna nəzər yetirsək, demək 3-cü dövr, qarşıdakı rəqəmə görə dövr dedik. 2-ci qrupda yerləşdi və əsas yarım qrupdur. Bu birisinə baxıram. 3-cü dövr, baxın qarşıdakı rəqəm 3-dür. 3-cü dövr, qüvvətləri cəmlədim. 2 üstə gəl 4 oldu 6. Demək 3-cü dövr 6-cı qrup əsas yarım qrupdur. Sonra görək, baxın, burada neon verilib, maqneziumdur, alüminium verilib. Alüminium mən yazmadım, fosfor verilib yazmamışam, argon verilib yazmamışam. Sonra burada rənglidir. İndi gəlin, keçək biz digərlərinə. Görək, sıra nömrəsi 19 olan kalium da necə olacaq? Gəlin baxaq. 1s üstü 2, 2s üstü 2, 2p6, 3s 2, 3p6. Deyəcəksiniz ki, buradan gəlməlidir 3d 1. Yox, baxın, burada diqqətli olmaq lazımdır. Biz minimum enerji prinsipinə əsasən orbitalları doldururduq, düzdürmü? Demək, burada birinci gələcək 4s. 4s gəldi. Bura qədər 18 elektron var. 19 olması üçün 4-də S-də 1-ni yerləşdirəcəm. Baxın, bunun valent elektronu bu hissədir. Onda nə deyirik? 4-cü dövr. 4-cü dövr oldu. Qarşıda 4 var. Birinci qrup. Bax, burada da 1 var. Birinci qrup əsas yarım qrup. Sonra keçirik. Sıra nömrəsi 23 olan. Baxın, burada yazaq vanadiumdur. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Diqqətli olaq. Nə gəldi? 4s üstü maksimum ola bilər 2. Ancaq baxıram ki, hələ tamamlanmayıb. 4s üstü 2-də 20 tamamlandı. Axı 23-dür. 3-dən əsnə ara yerləşdirim. Artıq S-dən sonra 3D gələcək. 3D üstü 3. İndi bura baxıram. Valent elektron isə bu hissəsidir. Baxın, bu neçənci dövr, neçənci qrupda yerləşdi? 4s üstü 2, 3D üstü 3-ü çəkib kənarda yazdım. Burada qarşıda 2 rəqəm görürsünüz. Həm 4, həm 3. Demək, böyük olanı götürəcəm. Olacaq 4-cü dövr. 4-cü dövr, bəs yaxşı neçənci qrup? 2 ilə də 3-ü cəmləyəndə 5-ci qrup. Əsas yoxsa əlavə? Dedim axı, əgər D varsa biz onu əlavə götürürük. B kimi götürürük. İndi bizim elə bir elementimiz var ki, xrom və mis. Bunlarda fərqlilik var. Gəlin o fərqliliyə nəzər yetirək. Xromu yazıram. Xromun sıra nömrəsi 24-dür. Baxın, əvvəlini yazaq. 1 üstü 2, 2 üstü 2, 2p üstü 6, keçdik 3 üstü 2,
3p üstü 6 gəldi 4s üstü 2, 3d üstü 4 kimi yazmalıyıq, düzdürmü? Mən də ilk əvvəl dedim ki, bu s-də 1 elektron olanda yarım dolu, 2 elektron olanda tam dolu. D-də 5 elektron olanda yarı dolu, 10 elektron olanda tam dolu vəziyyət oldu. Biz də elektron konfigurasiyasını yazarkən elə yazmalıyıq ki, həmin o atom minimum enerjili, maksimum dayanıqlı halda olsun. Bunun üçün də ya oradakı S və ya da D yarım dolu vəziyyətdə, ya da tam dolu vəziyyətdə olmalıdır. Biz də baxırıq ki, onsuz da burada 4S2, 3D 4-dür, düzdürmü? İndi fikir verək. S-də yarı dolu, tam dolu vəziyyətdə. İkisindən olsa biz istədiyimizi verir. Yəni 1 elektron olanda yarım dolu vəziyyəti verdi, 2 elektron olanda tam dolu vəziyyəti verdi. Görək indi biz buradakı S-dəki 1 elektronu D-yə verməklə orada minimum enerjili, maksimum dayanıqlı atom yarada bilərikmi? Bu zaman olacaq burada 4s üstü 1, 3d üstü 5. Baxdıq ki, S-də nə oldu? Yarım dolu vəziyyət. D-də də bayaqdan 5 orbital 4 elektron var idi. Ancaq indi 5 orbital və 5 orbitalın hər birində elektron var. Yəni bunu yenə də yarım dolu vəziyyətə keçdi. Beləliklə, minimum enerjili, daha çox dayanıqlı bir atomu əldə etmiş oldum. Bu elektron konfigurasiyasını yazmaqla. İndi baxdığımda 21-30 aralığında baxaq görək, başqa bir elementi o şəkildə yaza bilərikmi? Xromdan, misdən əlavə. Gəlin, dəmiri yoxlayaq. Dəmirin sıra nömrəsi 26-dır. Burada 1s üstü 2, 2s üstü 2, 2p üstü 6, 3s üstü 2, 3p üstü 6, 4s üstü 2 nə gəlməli idi? 3d üstü 6. Gəlin, bunu çəkib kənarda yoxlayaq, görək. Elektron S-dən D-yə getməklə daha dayanıqlı hal əldə etmək mümkündürmü? Baxın, S-də burada tam dolu vəziyyətdir, bilirik. S-dən 1 elektronu D-yə versəm, 4S üstü 1, 3D üstü 7. Axı biz demişdik ki, D-də ya 5 ya da 10 olanda burada yarım dolu, burada tam dolu vəziyyət olur. Axı heç birisini əldə etmədim, 7 oldu. Yenə nə tam dolu deyil, ya da ki, tam yarım dolu deyil. Yarım dolu da olmadığı üçün, tam dolu da olmadığı üçün bu prosesin aparmağın bir mənası yoxdur. Ona görə yazmayacağım. Sonra gəlin keçək indi misə baxaq. Misdə sıra nömrəsi 29-dur. Əvvəlini yazmıram, son nə oldu? 4S üstü 2, 3D üstü 9 kimi baxmalıydıq. Əvvəlki qaydamıza əsasən. Ancaq dedik, xromla misdə istisna var. Burada S-dən 1 elektronu D-yə veririk. Nə oldu? 4S üstü 1, 3D üstü 10. Baxın, S yarım dolu vəziyyətdə oldu. D isə tam dolu vəziyyətdə oldu. Ona görə də burada bizim atomumuz bu elektron konfigurasiyasına əsasən az enerjili, maksimum dayanıqlı halda olmuş oldu. Buradakı mis və xromda olan fərqin, istisnanın səbəbi baxın budur. Burada da qeyd olunur. 4s orbitalından 1 elektron 3d orbitalına keçir. Yarım dolu 3d5 səviyyəsi daha dayanıqlıdır. Sonra burada baxsaq, 4s orbitalından 1 elektron 3d orbitalına keçir. Tam dolu 3d10 səviyyəsi daha dayanıqlı oldu. Ümid edirəm ki, bunlar da bizim üçün aydındır. Diqqətiniz üçün minnətdarım.